İçməyən quru öskürək olur. Gedir həkimə, ağciyərdə heç problem yox, bronxlarda heç bir problem yox, allergiyası da yoxdur. O zaman mədəsini neytrallaşdıran, turşuluğunu neytrallaşdıran hər hansı bir məhsul qəbul edəndən sonra keçib gedə bilər. Onlara da aiddir kətan toxumu, biyan kökü və qaraqınığın özündə misal göstərə bilərəm. Bunların içərisində ən yaxşı təsir eləyəni təbii ki, propolis çöfəridir ki, həm mədəyə xeyri var, həm qastrit, həm xora, həm bronxit, laringit, faringit, rinit. Bunların hər birinə xeyri olduğuna görə ilkin elə propolis çöfərindən başlamağı tövsiyə edirəm. Bəzi bitkilər qrupu var ki, bunlardan biri məsələn zəncəfildir, yol verilən həddi 20 qramdır. Ona həddini aşdığı zaman yan təsirlər ola bilər. Bir də insanlar müayinə olunmamış bilmirlər ki, qida borularında və mədələrində xora mı, yara mı, eroziya varmı? Zəncəfil onu artıra bilir. Ona görə onu çox da mütəmadi istifadə etməyi tövsiyə etmirəm. Limon, sarımsaq, zəncəfil kimi məhsullar möhtəşəm məhsullardır. Amma həqiqətən də kiminsə bədəndə hər hansı bir dəyişiklik yoxdursa və qan durulducu dərmanlar istifadə etmirlərsə, buraya ürək xəstələri aid ola bilər, təzyiq xəstələri aid ola bilər, bu zaman istifadə edə bilərlər.